Bugün gözləməklə danışmaq istəyirəm. Nə qədər gözləyə bilirik? Ümumiyyətlə, özünüzə heç yoxlamısınızmı? Nə qədər gözləyə bilirsiniz? Gözləmə limitimiz nə qədərdir? Gözləmə deyərkən, hansısa bir şeyi əldə etmək istədiyimiz bir şeyi əldə etmək üçün o keçən vaxtı gözləməkdir. İndi istədiyimiz bir şey əldə etmək üçün əlbəttə ki, ilk şərt onun üçün işləməkdir, onun üçün mübarizə aparmaqdır, planlamaqdır, hazırlıq etməkdir. Yəni, üzərimizə düşən hər şeyi etməkdir. Savad, bilik, bacarıq və o əldə etmək istədiyimiz hədəf nədirsə, o sahəyə aid nə qədər çox şey bilirik. Bilən nə qədər insanları tanıyırıq, nə qədər yaxın əlaqəmiz var, nə qədər onlardan kömək ala bilirik, nə qədər maddiyyat lazımdır, onun nə qədər bizdə var, nə qədər yoxdur. Bunlar hamısı təyin edir ki, biz o hədəfi əldə edəcəyik, yoxsa yox. Və həmçinin nə qədər tez və yaxud da ki, nə qədər gec əldə edəcəyik. Bunlar işləməkdən başqa, digərləri hamısı, yəni tam da bizdən asılı olmayan şeylərdir. Amma bir şey var ki, hansı ki, tamamilə bizdən asılıdır və biz onda özümüzü tərbiyə etsək, özümüzü o mövzuda disiplin etsək, inkişaf etdirsək, digərlərini də bir növ zaman keçdikdə daha çox əldə edə bilirik, daha çox onlara çıxışımız olur. Bu da gözləməkdir, gözləyə bilməkdir. Bir hədəf var, bir xəyal var, düşünürsən ki, onu sən bir ilə əldə edə bilərsən və adətən bu elə olur ki, bir il yox, 2 il olur, 1 il yarım olur, bəzən 3 il olur, bəzən 5 il olur, bəzən də daha çox olur. Çünki bizim ilkin elədiyimiz o hesablamalar adətən yanlış olur, o mənada ki, yanlış olur. Nə qədər vaxt alacağını düşünürüksə, hər hansısa bir şeyin, o adətən bizim düşündüyümüzdən daha çox vaxt alır. Hətta 30% qanunu dəyişmişdir ki, 30% daha çox, sən hesabladığından 30% daha çox vaxt alacaqdır. Hər hansısa bir layihə, bir iş və planlayarkən də bunu nəzərə al deyə belə bir qayda var. İndi gözləmək nəyə görə önəmlidir? Birincisi, gözləmək tamamilə bizdən asılı olan bir şeydir. Yəni, bəzi insanlar daha yaxşıdır gözləməkdə, bəziləri daha zəifdir. Amma bu o demək deyil ki, misal üçün deyək ki, bir insan da bu gözləmə bilmirsə, səbirsizlənirsə, gözləyə bilmirsə, tez yolunu, istiqamətini dəyişirsə, bu belə də elə qalır. Xeyr, yəni bunu insan şuurlu şəkildə istəyərək, bilərək ki, bu önəmlidir, əhəmiyyətlidir, onu dəyişdirə bilər. Yəni daha çox gözləyə bilər, lazım olan qədər gözləyə bilər. Bizim də hər hansısa bir layihəni bitirməyə çalışarkən, hər hansısa bir arzumuza, hədəfimizə, xəyalımıza çatmaq istəyərkən daima özümüzə xatırlatmalıyıq ki, mən gözləməyi bacarmalıyam. Yəni tam o anlarda ki, hansında ki, fikirləşir ki, yox, artıq olmur, artıq gözləməyin, mübarizə aparmağın bir mənası yoxdur. Xüsusilə də o zamanlar, o anlar biz bunu biz özümüzə xatırlada bilməliyik. Məşhur bu marshmallow testi var, hansı ki, Stanford Universitetində eləmişlər. Yəqin ki, eşitməyənlər üçün qısaca izahını verim. Odur ki, uşaqları gətirirlər, kiçik yaş uşaqları bir otaqda oturdururlar və deyirlər ki, sənə yəni önünə bir dənə marshmallow qoyur. Azərbaycanca baxdım, yəni tam Azərbaycancası bu sözün deyəsən yoxdur, elə bizdə də yəqin ki, belə işlənir. Yəni şirin bir şeydir, konfet kimi bir şeydir marshmallow. Qoyur, deyir ki, mən gedirəm indi, otaqdan çıxacağam. Mən qalib gələnə qədər, əgər onu yeməmiş olsan, sənə bir dənə də yeni marshmallow verəcək. Yəni ki, bu bir dənəni əgər yeməsən, sonda 5 dəqiqə sonra, 10 dəqiqə sonra nə qədər gözləyəcəksə, sonda 2 dənə marshmallow olacaqdır. Uşaqların bəziləri gözləyə bilir, bəziləri isə gözləyə bilmir, yeyirlər. Daha sonra bu gözləyən uşaqları araşdırırlar ki, görək bunlar sonraki böyüdükdə bunların karyerası, şəxsiyyəti necə olacaq. Və bütün gözləyən uşaqlar, əksəriyyəti gözləyə bilməyənlərdən daha yaxşı bir həyatları olur. Həm şəxsi baxımdan olsun, həm profesional baxımdan olsun. Bunu da onunla əlaqələndirirlər ki, əgər bir insan o anlıq hissləri, o anlıq həvəsləri təxirə sala bilirsə, bu onun gələcəkdəki
uğrunun, uğurlu həyatının, karyerasının göstəricisidir. Yəni bu gözləmək də budur. Yəni gözləyə bilmək, səbirli ola bilmək, yox deyə bilmək, o anın cəzb edici təkliflərinə, amma ki bizə zərər olan xəyalımız üçün, arzularımız üçün, maddiyyatımız üçün, sağlamlığımız üçün, münasibətlərimiz üçün zərərli olan nələr varsa, onlara yox deyib gözləyə bilmək, onları və yaxud da ki bəzən təxirə salmaq. Bunu eləyə bildikdə insan digər bayaq dediyim kimi IQ-dir, savaddır, maddiyyatdır və s. bunlara rağmen də uğurlu ola bilir. Amma insan bunu edə bilmirsə, digər şeylər çox işə yaramır. Əslində bunu edə bilməyən insanda da adətən digər, misal üçün maddiyyat və s. özündən olmur, başqalarından ona keçmiş olur, ona qalmış olur. Bunu tapmaq üçün, bunu bilmək üçün ki, biz bunda nə qədər yaxşıyıq. Elə oturub sadəcə düşünmək lazımdır ki, mən ən son hansısa xəyalım üçün, misal üçün 1 il və 2 il mübarizə apardım və yaxud da ki, hansısa bir proyekt üzərində ən son nə vaxt 5 ay, 6 ay işlədim. Bu bir də daha önəmlidir və həmçinin daha çətindir. Əgər sən öz bir işini qurmaq istəyirsənsə, öz biznesini qurmaq istəyirsənsə. Çünki bunu edərkən bizim əvvəlcədən heç ağlımıza gəlməyən problemlər olur, əksliklər olur. Və bunlar hamısı bizi yavaşladır, bizi həvəsdən salır. Və əgər o gözləmə bacarığı bizdə yoxdursa, çünki o anlarda belə deyək də, biz çox işləsək belə, heç bir şey əldə eləmirik. Yəni ki, o işimizi özümüzə əsaslandıracaq heç bir sübutumuz olmur ki, həyatımızdakı mən bunu etdiyim vaxt bu nəticələri aldım, get-gedə daha yaxşı olacaq və sair deyib bir növ özümüzü məntiqi olaraq inandıra bilək ki, davam eləməyin, mübarizə aparmağın bir mənası var. O anlarda bu həm çətindir, həm də daha da önəmlidir. Bunu necə gücləndirmək olar? Yəni bunun bir necə deyim, sirli, sehirli bir qısa yolunu, texnikasını bilmirəm. Elə gücləndirməyin yolu odur ki, hər dəfə o gözləmək limitini çatdığını düşündüyündə, artıq istəyirsən, gözləyə bilmirsən, özünə xatırlatmaq lazımdır ki, bu limitli bir şey deyil. Yəni gözləyə bilərsən, biraz ara ver, biraz fasilə ver, fikrini yayındır başqa şeylərə, amma gözlə, yolda qal. Yəni istirahət elə, amma vaz keçmə. Təkrar yenidən bir də başla. Sabah yenidən bir addım daha at. Sabah yenidən bir neçə e-mail daha göndər, bir neçə zəng daha et, bir neçə səhifə daha yaz, bir neçə epizod daha paylaş. Çünki bizim etdiyimiz işlər, xəyalımıza çatmaq üçün etdiyimiz işlərdən hansının o dönüm nöqtəsinə səbəb olacağını biz bilə bilmirik. Ona görə də bizə önəmsiz görsənsə də, əhəmiyyətsiz görsənsə də, az görsənsə də, daima eləməliyik, daima o addım atmalıyıq, daima o yazını yazmalıyıq, o zəngi etməliyik, o e-maili göndərməliyik. Nə qədər kiçik, əhəmiyyətsiz görsənsə belə. Və nə qədər ki biz özümüzdə bunu tələb edirik, nə qədər ki davamlı olaraq bunu özümüzə xatırladırıq, o qədər də bu mövzuda güclənmiş olacaq.